Bugün sizi təhsil və idman sahəsində ciddi boşluqlarla bağlı şok məlumatla tanış edəcəyik. Elə ixtisaslar var ki, Azərbaycanda həmin sahə üzrə müəllim tapılmır. Bəs səbəb nədir? Maaş azdır, yoxsa mütəxəssis çatışmazlığı var? Hətta bəzi fənlər üçün xaricdən müəllim gətirilməsinə məcbur qalınıb. İndi isə bütün detallar bir-bir açıqlanır. Diqqətlə izləyin. Azərbaycanda bəzi ixtisaslar üzrə müəllim qıtlığı ciddi problemə çevrilib. Xüsusilə idman sahəsində bəzi fənlər üzrə ali təhsil müəssisələrində dərs deyəcək kadr tapmaq olduqca çətindir. Azərtac xəbər verir ki, Azərbaycan İdman Akademiyasının tədris işləri üzrə prorektoru Ülkər Babayeva bu barədə açıqlama verib. Onun sözlərinə görə, məşqçi və peşəkar idmançı çox olsa da, ali məktəbdə dərs demək üçün təkcə praktika kifayət etmir. Bunun üçün həm elmi dərəcə, həm də pedaqoji bacarıq tələb olunur. Prorektor bildirib ki, xüsusilə handbol, velosiped idmanı və qış idman növləri üzrə müəllim tapmaq demək olar ki, mümkünsüzdür. Qış idman növləri üzrə ixtisasımız var, amma ölkədə mütəxəssis yoxdur. Bu səbəbdən əcnəbi mütəxəssisləri dəvət edirik. Dərslərin bir hissəsi Bakıda, bir hissəsi isə Şahdağda keçiriləcək. Məhz bu boşluğa görə akademiya xarici mütəxəssislərlə əməkdaşlıq edir. Xüsusilə idman tibbi ixtisası üzrə Böyük Britaniyanın nüfuzlu universitetləri ilə birgə proqram həyata keçirilir. Bu proqram tamamilə ingilis dilində aparılır və dərslərə əsasən London College Universiteti, London Kral Kolleci, Kiel və Warwick universitetlərindən gələn müəllimlər cəlb olunur. Proqramın rəhbəri isə dünya miqyasında tanınan mütəxəssis, UCL Universitetinin professoru, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Mike Luzmore'dur. Ən maraqlı məqamlardan biri isə budur. İdman tibbi ixtisasının məzunları təhsillərini başa vurmadan belə əmək bazarında işə dəvət olunurlar. Çünki federasiyalarda və idman klublarında idman həkimlərinə böyük ehtiyac var. Ülkər Babayeva həmçinin qeyd edib ki, son 5 ildə müsbət dinamika yaranıb. Akademiyanın məzunları artıq müəllim kimi fəaliyyət göstərməyə daha çox maraq göstərirlər. Xüsusilə idman tibbi və idman menecmenti ixtisasları üzrə kadrlar ASADA müəllim kimi çalışmağa başlayıblar. Bundan başqa, müəllimlərin peşəkar inkişafı üçün 2024-cü ildə 400-dən çox müəllimin qatıldığı xüsusi təlim proqramları keçirilib. Bu proqramlarda müasir tədris metodları, tələbələrin motivasiyasının artırılması, müəllim-tələbə münasibətlərinin gücləndirilməsi, pedaqoji strategiyalar kimi mövzular yer alıb. Eyni zamanda, diz və çiyin zədələrinin müalicəsi, fizioterapiya və idman tibbi sahəsində də əcnəbi mütəxəssislərin iştirakı ilə xüsusi təlimlər təşkil olunur. Bəs siz necə düşünürsünüz? Azərbaycanda müəllim qıtlığı maaş azlığına görədir, yoxsa kadr hazırlığında problem var? Sizcə bu sahələr üzrə yüksək maaş təyin olunsa, yerli mütəxəssislər daha çox maraq göstərərmi? Fikrinizi mütləq şərhlərdə yazın. Videonu bəyənməyi unutmayın. Kanalımıza abunə olun, bildirişləri aktiv edin ki, ölkədə və dünyada baş verən ən vacib xəbərləri ilk siz öyrənəsiz. Xəbərdən xəbərə, həmişə ən aktual, həmişə ən doğru.